Xaniyyət Vətəndaş İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi oldu və İstedadlar Akademiyası layihəsi çərçivəsində biz bu il 7 ustad dərsi və yekun olaraq hesabat konsepti nəzərdə tutulub. Layihə çərçivəsində keçirilən ustad dərslərinin bugün yekunudur. Bu layihə ərzində biz nələrlə qarşılaşdıq? Bakı və Gədəbəydə keçirilən ustad dərsləri xanəndəlik, qiraətçilik, rəsm, rəqs, instrumental musiqi alətlərində ifaçılıq, aşıq yaradıcılığı və digər sahələri əhatə etdi. Həm Bakıda, həm də Gədəbəydə xeyli sayda yeni istedadlar aşkarladıq. Eyni zamanda belə deyək, böyük tədbirlərdə, səhnələrdə çıxışları olan uşaq və gənclərimiz ustad dərslərində özlərində daha güclü işləmiş oldular və inşallah bundan sonraki növbəti tədbirimizdə də həmin istedadlarımızın çıxışı olacaq. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə xüsusi olaraq təşəkkür bildiririk ki, bizim bu cür layihələrimizi dəstəkləyirlər və hər bir layihəmizin dəstəklənməsi onlarla, yüzlərlə istedadlı gəncə işıq yolu deməkdir. Bugün 7-ci ustad dərsidir və ustad dərsimiz piano üzrə olacaq, eyni zamanda nağara dərsi olacaq və hər iki dərsə yeni istedadlar qoşulub və çox dəyərli müəllimlərimiz var. Bu layihələr çərçivəsində biz dövlətin dəstəyi ilə yanaşı, təbii ki, könüllü olaraq, təmənnasız olaraq dəstək olan müəllimlərimiz də az olmadı. Onların hər birinə xüsusi təşəkkürümü bildirirəm. Layihə boyunca məni tək qoymadılar, yanımda oldular və yeni istedadların inkişafı istiqamətində birlikdə əziyyət çəkdik və bu da bizim üçün çox xoşdur. Bugün piano və nağara üzrə ustad dərsi olacaq və piano üzrə ustad dərsini əməkdar artist Nərgiz xanım Əliyeva və pianoçu Fəridə xanım Tağıyeva tədris edəcək. Qeyd edim ki, 25 iyul saat 12:00-da World Business Center'də yekun hesabat konsert tədbirimiz olacaq və həmin tədbirdə rəsmi qonaqların, ziyalıların, şəhid ailələrinin birlikdə iştirakı ilə ustad dərslərindən faydalanan uşaq və gənclərin çıxışı olacaq. Bir daha dövlətimizə və dövlət layihəsini icra etdiyimiz müddətdə yanımızda olan bütün dostlara, müəllimlərə təşəkkürümüzü bildiririk. Dəyərli qonaqlar, hörmətli Nailə xanım, Nərgiz xanım, Fəridə xanım, hər birinizi xoş gördük. Əziz istedadlı balalar, gənclər və dəyərli valideynlər. Bildiyiniz kimi, İstedadları Xaniyyət Vətəndaş İctimai Birliyi Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi olub. Bugün ustad dərsləri keçirilir. İstedadlar Akademiyası layihəsi çərçivəsində keçirilən 7-ci ustad dərsidir. Bundan öncə xanəndəlik, rəssamlıq, rəqs, aşıq yaradıcılığı, qiraətçilik və digər sahələr üzrə ustad dərslərimiz olub və bugün
piano, daha sonra nağara üzrə ustad dərsi olacaq və hər bir dövlət layihəsini icra edərkən ümumiyyətcə dövlətin dəstəyi ilə yanaşı könüllü, təmənnasız dəstək olan dostlarımızın, müəllimlərimizin, insanlarımızın da dəstəyinə ehtiyac yaranır ki, bizim də ətrafımızda olan dostlarımız təşəkkür edirik ki, heç vaxt dəvətimizi hər zaman qəbul edib gəlirlər, öz dəstəyini göstərirlər. Nailə xanım ümumiyyətcə illərdir ki, yanımızdadır. Mən hər dəfə vurğulayıram, yenə deyirəm. Nailə xanım mənim yanımda olanda həqiqətən mən özümü çox güclü hiss edirəm. Çünki bir şəhid anasının, bir layihə rəhbərinin yanında olması düşünürəm ki, bu balaca bir şey deyil. Mənəvi güc alıram mən Nailə xanımdan hər zaman. Düşünürəm ki, elə istedadlı balalarımız da eşidəndə ki, Nailə xanım bizlə olacaq, hər biri sevinərək gəlirlər. Eləcə də Nərgiz xanım, biz bu ofisi yaratdığımız gündən bizim maddi, mənəvi nə sıxıntımız varsa hər zaman yanımızda olub, istedadlı balalarımızı sevindirib, bugün də piano dərsində öz dəstəyini göstərəcək. Fərdə xanım da illəri tanıyıram. Fərdə xanım ən çətin bir məsuliyyətli peşənin arxasında dayanır, istər logoped, psixolog kimi, istər pianist kimi. Bildiyim qədər autizm uşaqlarla da çalışırsınız və bu yolda sizə də uğurlar arzulayıram. Bugün bizim istedadlı balalarımız arasında pianonu çox gözəl ifa edənlər də var, müsabiqələr qalibi də var, amma bu sahəyə yeni atılanlar da var. Heç bir müəllim yanına getmədən özləri öyrənənlər də var və onlar üçün bugün unudulmaz bir gün olacaq. Həm bilmədiklərini öyrənəcəklər, həm sizdən yaxından tanış olacaqlar. Və düşünürəm ki, siz də məni yaxından tanıyırsınız illərdir. Elə istərdim biz dərsə başlamadan öncə sizlərin xeyrdasını alaq, daha sonra inşallah dərsimizə başlayarıq. Nailə xanım, gəlin. Artıq biləcəkdir ki, biz bu istedadlar var, yanındayıq, sizlərin yanındayıq. Hər dəfə öz istedadlarla bizlərlə inanın ki, biz analar hələ öz oğullarını yetişdirmək sonra hələ özün bir yerdə tapdı. Mən görə bu uşaqların yanında tapmışam, onların gündən günə keçərməsi, inkişaf etməsi, inanın mənə bu da sevindirir ki, mənə çox qürur verir və mən onların inkişafını görəndə fikirdə düşünürəm ki, bizim oğullarımız elə belə şəhid olmadılar. Evlatlarımız da görə şəhid oldular ki, onlar bizimlə xoşbəxt və kiravla öz həyatlarını davam eləsinlər. Sizlərə uğurlar arzulayıram, hər kəsə uğurlar arzulayıram, gələn qonaqlarımıza xoş gəldin deyirəm, bilmirəm, mən qonaq olsun, bilmirəm, amma hər halda xoş gəldin deyirəm. Nə yaxşı ki, siz bu işə qatılmışsınız, nə yaxşı ki, bu işi görürsünüz, nə qədər ömrüm varsa, mən sizlərin bu işlə yanınızdayam. Belə bir daha uğurlar arzulayıram. Çox sağ olun. Özümü qonaq hiss eləmirəm burada. Çünki hər vaxt tapdığımda inanın ki, hər zaman mənim yadımdadır bu dərnək də, sizin gördüyünüz işlər də, bu uşaqlar da, hamısı mənə doğma da əzizdir. Çox sevinirəm ki, yəni belə sənətlə məşğul olan uşaqlarımız var, maraq göstərirlər, gəlirlər. Sizə də çox sağ olun ki, onlara dəstək olursunuz. Görürəm müsabiqələrdə siz, həmişə izləyirəm sizi və daima uğurlarınız bol olsun, həmişə böyük səhnələrdə olsun bu uşaqlar. Bu bir başlanğıcdır biz bəlkə də, yəni biz də belə başlamışıq, oturmuşuq, bizə danışıblar və biz də o böyük səhnələrə yol həmişə belə otaqlardan gedir, oyna otaqlardan çıxır. Ona görə də sizə çox sağ olun, uğurlar arzulayıram. Təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm ki, məni bugünkü tədbirə dəvət etmişsiniz. İllərdir bizim dostluğumuz, işbirliyimiz olub. Ümid edirəm ki, bundan sonra da olacaq daim. İstedadlı uşaqların üzə çıxarılması, onların bilik və bacarıqlarının göstərilməsi və onların inkişafında gördüyünüz xidmətlərə görə hər kəsə təşəkkür edirəm. Çox gözəl bir missiyanı həyata keçirdirsiniz və bu, belə deyim də, hətta müqəddəs bir missiyadır deyərdim. Çünki uşaqlarımızı doğru yönə yönləndirmək, onların istedadlarını inkişaf elətdirmək hər insanın, belə deyim də, işi deyil. Yəni, bunu görə bilmək, bunu bacara bilmək çox böyük işdir. Buna görə sizə təşəkkür edirəm və bütün uşaqlarınıza uğurlar arzulayıram. Çox sağ olun. Sizin dediyim kimi nağara dərsi olacaq. Nağara
ustad dərsi olacaq. Əcbər müəllim dediyim qədər uzaq məsafədən gəlmisiniz. Dəvətimizi qəbul edib gəlmisiniz. Təşəkkür edirik. Bilmirəm, izləyirsiniz bizim tədbirlərimizi. Yəni məqsədimiz istedadlı uşaq və gəncləri tanıtmaqdır və bugün də ustad dərsi üzrə 7-ci ustad dərsimizdir. Sizin də xeyirlərinizi alaq və daha sonra ustad dərslərimizə başlayaq. Çox gözəl. Sağ olun. Biz də sözün açığı dünən axşam özüm rayondan gəlib çıxdım. Belə uşaqları yığılıb bir araya. İzləməklə sözün açığı izləmir, sözün açığı. Amma belə mənim üçün çox maraqlı oldu. Sizin bu ustad dərsləri, ondan sonra bu sizin bu, yəni ki, bu yayın bu cür məsələmizə hazır vaxtında siz həqiqətən də çox gözəl bir missiya qurmuşsunuz. Mən də öz növbəmdə sizə çox minnətdaram. Çox gözəl bir missiyadır, çox gözəl bir şeydir ki, yəni uşaqlarımız həqiqətən də bir var ki, insanlar küçədə, çöldə, bayırda başqa bir işlərlə məşğul. Bir də var ki, bu istedadlı işlərlə məşğul. Mənim çox maraqlı olur və bundan sonra sizi izləməyə mən də başlayacağım, yəni mən edəcəm. Öz nağıra tələbələrimi də gətirmişəm. İnşallah burada klarnet ifasında bir rəqs olacaq, darmonçalını da gətirmişik. Ondan sonra belə də ki, nağıra çalanlar öz solo ifası burada təqdim edəcəklər. Siz də qulaq asarsınız inşallah. Lap yaxşı, təşəkkür edirik. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Fərdə xanım sizə, Nərgiz xanım sizə xüsusi təşəkkür edirəm. Çünki hər zaman bizim istedadlı gənclərimizin o səsi xaricdən gəlir, mötəbər tədbirlərdən gəlir və hər zaman eşidirəm ki, Nərgiz xanımın dəstəyi olub bu işdə. Buna görə də sizə xüsusi təşəkkür edirəm. Borcumuzdur. Və artıq düşünürəm ki, həyəcan yoxdur. Dərsdəyik, dərs saatıdır. Uşaqların çıxışı olacaq, artıq ustad dərsi təhvil veririk sizə. Və xahiş edəcəm daha sonra sizdən də pianoda gözəl bir ifa. Burada bizim istedadlı ifa edən uşaqlarımız var ki, siz ifa edərsiniz, onlar da oxuyarlar mahnılardan. Amma artıq söz sizindir. Xeyirli olsun. Amin. Salam, mən Cabbarlı Ləman. Musiqidə gələn il 5-ci sinifə keçəcəm.
Bəyandığın əsəri, ifa elədiyin əsəri deyə bilərsən kimin əsəri? Mozart'ın Ronda Türk əsəri. Mozart Ronda, həm Türk marşı ifalanır, hə? Biraz səhvlər var tekstdə, özün bildin də harada. Biraz da piano köksüzdür, onu həll eləyərik yaxında. Sadəcə, yəni o biraz uşaqlar üçün çətinlik yaradır dedi. Yaxşıdır ifanın. O axırdakı sözü, axırıncı notu ki, qulaq asdın, onun hansını, əllərini gözəl qoymağın var. Biraz aşağıdır sənə stolun. Əvvəldən həmişə biraz rahat ifadə. Görünür ki, rahat deməyinə ifadə. Biraz Həyəcanın da var. Amma tekstdə bir-iki dənə səhvlər var, onu mən sənə deyərəm, sonra notu göstərərsən. Onları düzəlt, belə yaxşıdır. Teşekkür ederim. Sözünün gözəldir. Hiss edirsən musiqini, biraz dinamik işarələrə fikir verir. Yəni, həmişə gözəl. Başqa nə ifa edirsən? başqa normalda intizar var, yəni onu ifa edirəm, onu çalmam. İstəyirsən çal. Ümumiyyətlə, əsər götürəndə həmişə ifa eləyəndə bir dənə lirik mahnı, lirik xarakterdə, yəni bu texniki əsərdə də mütləq olmalıdır, lirik mütləq. Çünki o musiqi durumunu onsuz inkişaf eləmək mümkün deyil. O barmaqları onsuz da inkişaf elətdirirsiniz. Qamma ifa edirsən də, yəni hansı qammaları çalırsan? İndi si majör sol diyezimdən çalır, təzəvirəm. Çətindir o, biraz çətin qammadır. Yəni o texnikanda görsənir ki, qamma çalırsan, o var. Lirikanda ifa ilə baxaq. Yalnız dediklərinizi əlavə edə bilərəm ki, gözəl istedadlı balamızdır. Ruhdan heç vaxt düşmə. Yəni, nəsə alınmasa, nəyisə bacarmasan, bir ki, gələn dəfə mütləq alınacaq, bacaracaqsın. Heç vaxt səhv eləməkdən qorxmayın. Səhvinizi də eləyin, hamıya qəbul elətdirin. Bax, o da var. Çox gözəl musiqi duyğumu var, çox gözəl, ritmi də gözəldir. Sənə uğurlar arzulayırıq. İnşallah bizim müsabiqələrə dəvət edərik səni. İnşallah. Çox sağ olun. Çok sağ ol. Hüseyin gəldi. Hüseyin həm xanəndədir, həm də indi bilirəm ki, piyanoda çala bilir. Özün təqdim et. Mən Muhammed Hüseyin, 5 illərdir yaxındır ki, istedadları tanıyan vaxtlar Səmai Birliyinin üzvüyüm. İnşallah.
Nəsə də ifadə edərsən, oxuyarsan, səsinə də baxarıq. Maşallah, səndə bəstəkarlıq qabiliyyəti var. Onu da inkişaf elətdirə bilərsən, ifadən görsənir ki, yəni özünü də bəstələyə bilərsən. Var, elə bir şey gəlir hərdən. Arada həm Görsənir. Həvəsi xanəndəliyədir, amma balaban ifası çox gözəl, balaban ifası var. Yazı var, bir də qəzələ həvəsi var, hazırlıq qəzəldən çox sevirəm. Qəzəl deyil. Onun yox, hazırlıq öz deyil, amma kimsə qəzəldən çox həvəskar edilmiş. Yaddaşın onunla güclüdür ki, yaddaşın. Yox, görsən, bu çətin şeylər deyə, yəni polifonik ifalar eləyir. Ona görə mən dedim ki, onda bəstəkarlıq var. Çünki özündən də düzdür qoşur orada. Onun üçün. Ona görə. Aferin, uğurlar sənə. Xatirə xanım, həyəcanla. Yeni başlayıb öyrənməyə. Ne gezmə? Daha yaxşı. mən Pirvizzadə Xaçəm, Neçə yaşın var? 9 Nə ifadə edirsən bizə? Evinə qalay. Hansı əsərində? Biraz əsasda çal, əllərini də yumru saxla. Zəhmət olmaz. Ay sağ ol, heyecanlanma. Mən öyrədim. Biraz əllərin üzərində çalış. Çünki bu postanovka
da ifa eləmək olmaz. Sənə çətindir. Yəni, bir çinin də qalxdı və onu rahat olasan, rahat. Quş kimi, yüngül ifalarım. Bax, görsən tələsmədin, biraz sakit ifa elədi. Yaşı onlara fikir verir. Uğurlar sənə. Sağ ol. Belə başqa nə ifa edirsən bu? Fil var. Nə var? Fil. Musiqlərdir. İfa elə baxan görəyəm, nədir? Uşaqlar necə ifa edir? Yaxşıdır hər şey. Biraz çox çalışmalı lazımdır. Yəni, o aləti biraz sevgi ilə yanaş, yaxşı. Sonra üstüşəm ki, doğru çalışırsan, sonra tarasın. Hamısına qulaq az, sevgi ilə yanaş. Bugün özü bir böyük məktəbdir. Bəli. En böyük məktəb. Bir də 5-ci barmaqla istifadə eləmişsən, hamısı 4-cü barmaqla. Hə, 5-ci barmaqdan istifadə elə. Yaxşı, pişməsin sənə. Oldu, götür. Teşekkür ederim. Mektep alalım, bilərsən. Mənim Əliyev Mehdi, mənim alətim tar alətidir. Əslində mən tarda 3-cü sinifə keçirəm, amma pianoda 2-ci sinifə keçirəm. Çalacağım mahnı isə Yeni il mahnısıdır. Evdə tək filmindən Yeni il mahnısıdır. texniki cəhətdən gözəl, səbrlə, yəni tələsmədən hər notu dəqiqliklə yerinə yetirməyə çalışırdı. Çox istedadlı balamızdır. Uğurlar arzulayıram. Sağ ol. Mehdi neçə dəfə təkrar oldu əsər? Təkrarlar neçə dəfə? Əslində bir dənə temadır, yəni neçə dəfə təkrarı gedir də? Bəli. Neçə dəfə təkrar oldu? 5 dəfə ya da 4 dəfə, tam bilmirəm. 4 dəfə təkrar olunur, 5-cidə biraz mövzu dəyişir, hə? Maliyyə. Sağ ol. Əslində bir mahnı da var. Hə, onu da ifa edir. Müslüm Maqamayevin ana mahnısı. Ne güzel. Belə Əslində tarif edir.
Çox sağ ol. Müəllim yanına getmədən sadəcə özü öyrəndim. Mən sağ olmalarını 155 matematik oxuyuram. Görürsən, biz necə çaldıq xatirəni 4 dəfə təkrar edib, böyük əsər oldu, bir dənə temanı. O bizlikləri də bir arada. Malades Nəhmi, çox sağ ol. Bunlar sənə. Bizim burada bir qızımız da var, Məryəm qızımız. Amma Məryəmin bugün ad günüdür. Nə gözəl. Məryəm olar. Çalam, çalam. Əslində bilir, sadəcə heyecanlandım, əslində Şəhər şəhər göstərir. Heyecandan deyil. Kimdir səndə? Mayda olur, sən də namusun olur. Mayna olur, ona görə. Ona görə də dırnaq saxlamaq. Dırnaqlarımız piyanist yoxdur. Çok sağ ol. Biz de sana ifa ettik. Sen ifa ettik. En güzel Sen al hediye. geldi bugün. Biz de sana ifa ettik. Əlbəttə, ən gözəl hədiyyə odur ki, Nərgiz xanımdan belə gözəl imza adını təbrik edirəm. Məryəm özü gimnastika üzrə çox böyük uğurları var, dünya üzrə. Özündəki məlumat verəsən hansı uğurların olub? Aha, elə axırıncı dəfəlikə yarışım mayın 30-31 oldu. Venera Cup. Venera Zaripovanın təşkil elədiyi yarışıydı. Venera xanımın özü 5 qat dünya çempionudur. Bu beynəlxalq yarışıydı. Bir çox ölkələrdən gəlmişlər. Orada da birinci yerə Ne yaptın? Uğurları bol olsun. Gimnastikada sənət növüdür. Mən deyərim sənətin en gözəl növlərini. Mən uşaq vaxtında gimnast olmaq istəmişəm. Sadəcə gəlib. Çıxmışam piyazaya. Çok güzel. Uğurların bol olsun. Həmişə sən də dünya çempionatlarında iştirak edirsən. Birinci yerlərə layiq görülərsən. Buradan elə belə uşaqlar çıxmır. Yəni mən həmişə deyirəm də, yəni o uşaqlar hamısı yanımızda da görürsən, hər tərəfin özü. Yəni mənə ilə dünyanın o başına gedib gəlib çox onun kimi olmuş uşaqlar da hamısı. Yabancı gözləri yəni. Ona görə bayaq vurğuladım ki, bizim bütün istedadlara baxan uşaqlar, Nərgiz xanım, Yabancı bu yaxınlarda elə bir tədbirdə fəaliyyətdir ki, yəni orada çox böyük uğura imza attı. Yəni onun üçün sən həmişə çalış, həmişə çalış. Yəni o indi dırnaq elədir, yəni onların hamısından ver. Əsas odur ki, işini o sevməkdən sən vaz keçirsən. Bax o həmişə nə ilə məşğul olursun, hansı sənətçi olsun, işinizi sevin. Yəni o sevgi daha böyük. Yəni ona görə zəhmət çəkirsən. Yəni o sevgi səni məcbur edir ki, sən işləyəsən, daha da çox çalışırsan. Böyük həm də ümidlərimiz olsun, qabağımızda məqsədimiz olsun qarşınızda ki, mən buna çatmalıyam, mən buna getməliyəm. Yəni o mütləq. Bunlar hamımızın sağlarını çox. Uşaqlardan ifa eləmək istəyən, bacarığı olan
Yok kız paylaşmazsın. Yok niye? O YouTube'dan önce fazla utanır. Əgər bacarmaqsansa, gəlin göstərin özünüzü. Biz də sizə dəstək olalım. Onun özü böyük cəsarətdir ki, YouTube'dan da olsa, yəni müəllimsiz də olsa bacarıq toplayıb Əlbəttə ki. O nəzərə var qızım. Uşaqlar bir də alqış eləsin sən. Bu alqışlar sənin üçündür, gəl. Sənət adamı biraz belə üzü olmalı deyə. Cəsarətləndir. Bacararsan. Nərgiz Ağabeyim, burada Hüseyin və Yusif var. Yusif Hüseynli, Hüseyin Məmmədov, bunlar xanəndədirlər. Mümkün olarsa ifadə ediklər. Nə ifadə edirlər? Artıq onun gözləriylə bir. Yusif, Bildiyiniz mahnı olsundur. ikiniz də yaxınlaşın. Hansı tərəfə? Aşağıdan ifadə edeyim ki bu. Elə sizə orada durun, dayanın. Mən bir sanadı əziyyət. Hansı tərəfə ifadə edirsiniz? Hə. Sizə baxmıyor. Buradan eləyək. Sənin tamamlığında o, deməli, o tamamlığı sənə İstəsən bir də normal tanalıq götürək, yaxşı anlataq. Çünki uşaq özü tək yox. Hə, tek yox. O da tek yox. O da tək ayrı olsunlar belə. Ya zilini sən oxu, ortasını sən oxu. Yox, elə bayağı da yapmasın. Hər yaxşı. Hər Zil olsun. Hə, zilini sən oxu, ortasını oxusun, yaxşı. Necədir? Gəl tabaq sonra. Sevgilim seyretmez, burada değil bahar. Aşağıda.
Yaxşıdır bu. Sən zilini oxu. Bu çəmənlərdə gəzir Vaqifin gözəli. Getdi. Sən də narahat olma, bu vaxtı da oxuma yaxşı. Çünki keçib dönüldüm dəqiqətən. Sədifələrini qorumaq lazımdır. Sevmi? Kuma, onda başqa bir başqa nə oxuya bilərik? Nə oxuya bilərsən? Lirik nə oxuya bilərsən? Laçından, nə bilim Şuşadan. Nə oxuya bilərsən? Laçın oxuyur. Laçın oxuyur, ay Laçın oxuyur. Sözləri gelirsən sən? Şanlı bilirəm. Axırda oxumayacaq, bir sənənin sir var. İsmi O qədər Canlayan anlayacaq. Canlayan var yaxşı. Ben bakalım. Dost mehriban yaratır Sübhaniye məndən küsübsən Dost mehriban yaratır Baxış verebilirsən. Şuşanın dağları göstərsə qızlar da rəqs edə bilir. Şuşanın dağları başı dolmalı. Uşağa lirik anlalar daha gözəl yaraşır. Mən bilmirəm. Yəni ona görə görə Gel Laçın olsun da. Bilirəm, biz beşik. Arazı xanı
Çok sağ olun. Çok güzel. Sağ olun uşaqlar. Fərqət xanımdan da bir uşaqlar üçün. Buyurun. Uşaqlar nə istəyirlər onu oxuyaq. Mən bayaqda qeyd elədim ki, bu Gümüşhak dərsi piano və nağıl üzrə olsa da mən bilirdim, buna hazır idim ki, bizim başqa sahələrdən olan istedadlı uşaqlar da var. Belə olanda oxumaq istəyən də olur, rəqs eləmək istəyən də olur və bizim burada və elə Şöpər xanımı, Mələk xanımın deyəsən rəqsinə qərar olacaq. Düzdür, texniki dəstəyimiz yoxdur bu gün. Müəyyən çətinliklər var, amma indi telefondan nənəsi burada bir yəqin ki, mahnını qoşar. Balaca kalanka var. Yox. Bilmirik, yəni ani bir qətirlə rəqs eləmək istəyirəm dedi. Bizə də o düşür ki, onları dinləyək.
Nərgiz xanım bugün uşaqlara əlboş gəlməyir, hədiyyələrlə gəlir. İlk olaraq Hüseynə desin. Hüseynə verək. Hüseyn olar səni. Çok sağ ol. Nermin, gel bura. Ben güzel. Sen cesaret. Kayla kayla. Köşene koyarsan teksterde yaparım. Təşəkkür edirəm. Sağ ol. Meryem Ağzı. Kutladı yaptıklarında giyinərsən. Deyərsən ki, mən piyanoda ifa edirəm. Baxarsan tam aslında. Karşıya. Gel. Bura bakalım, bura bakalım. Ayten Gel. Egg olacağı Bir de bura bakalım. Gel buraya. Aynen ya. Bu şekilde çek. Gel bura. Millet tamam. Yaxşı ifadə. Kitablar da gətirmişəm. Sizin yazışın musiqi kitabları var orada. Sapıncadır, musiqi ədəbiyyatı, sonralıqlar var. Yəni, birazdan tələsik gəlmişəm. Kızlar, səsin var mı? Hə. Mehdi ilə bacısı. Hə, bacıma həm sənə. Mələk şükür Mələk şükür səkərlə qızlar. Bura bakalım. Bu da sizin. Bura bakalım. Sonra Mehdi'yle çekelim. Kızlardan. Hədicə gəl. Gel sence. İfa edemedim. Bak bunu olmasa sana gideceksin. Başka ifa edemedim. Kim qaldı uşaqlar? Yusuf Bey. İnşallah sana hediye borç olsun bize. Köy oldu sana diye. Əsliyəm uşaqlar böyüklər sizin. Ailəm kiçik olsa sizin üçün Nərgiz xanım. Sağ olun. İkisine şekil verirsen. Gel. Çəkdirmədilər onlar. Bir sakın onlara. Bir gel bura. Millet tamam. Kızım da çəkdirsin. Gel. Həvəsə gəldin. Gəlmiş həvəsə getir. Gel bura. Tarıksın. Çok soğuk. Çok sağ olun. Uğurlar hamınıza sağ olun. Müəllimlərdən xahiş edirəm. Kollektiv Uşaqlarla. Uşaqlar gəlin hamınız. Hamınız gəlin. Yer çok isti burada. Bir de bir karnım. Evet, yanına geçen ağla. Dikkat bura.
İstedadlar Akademiyası layihəsi çərçivəsində növbəti ustad dərsimiz nağara üzrə olacaq. Əcmər müəllim bugün nağara üzrə ustad dərsini tədris edəcək. Sözü veririk Əcmər müəllim. Buyurun. Sizi salamlayıram. Həqiqətən də sundu layihə çox gözəl bir layihə. Mən yeni tanış oldum sizin layihə ilə. Ona baxmayaraq, həqiqətən də indi o Bakıda olan, yəni bizim o 24 nömrə musiqi məktəbi şagirdləri də var, belə şagirdlərim də var. Yəni bəziləri rayonları, ona görə onlar gələ bilməli, hesab edir. Amma kim ki burada da uşaqlarımızda, onlar məktəb şagirdləridir. Məsələn, 5-də oxuyan şagird var, 1-də oxuyan var, 1-də var. Yəni bu uşaqlar öz bizim deməli məharətlərini bugün sizə göstərəcək inşallah. İlk olaraq Babayev Yusif mənim birinci sinif şagirdimdir. 2-ci sinifə deməli qədəm qoyub. Demək olar ki, məktəbdə bütün tədbirlərdə Babayev Yusif iştirak edir. Və 2 dəfə də hansısa gəl yaxına Yusif, gəl yaxına. 2 dəfə də deməli verilişdə iştirak edir. Adı nədir verilişin? Özü MTV kanalında orada iştirak edir. Özünün öz adını təqdim elə. Adım Yusif, soyadım Babayevdir. 24 nömrəli 11 illik musiqi məktəbinin birinci sinifini bitirmişəm. İndi də nə təqdim edilsin, nə çalacaqsın? Azərbaycan ritmindən sonra. Azərbaycan ritmlərindən solu çalacağım. Adı nə idi? Babayev Yusif. Yusif tədbirlərdə olmuşsan mı? Bu heyecanlı. Heyecanlı olmaq, əyləşmək. Sən səhnə, burada əyləşmək oldu. İndi normalda sən o dediğin solo ritmini ifa edərsən, əlində keçmişsən.
Demək olar ki, belə tərbiyələrin hamısında bu uşağı göndərirəm. Hamısı tələbələrində var. Amma ki, hələ bir balaca elə düzəliş işləri var. Uşaq biraz səhnəyə gələndə biraz həyəcan keçirdi. Təbii abi olmalı. Akif, sən də gəl yapma o. Sən gəl yapma. Oyuna bir rəqs çalacaqsınız. Bir də gəl özünüzü təqdim edin. Mənim adım Akifdir, 4 nömrə Şəmsi Zənd məktəbini bitirmişəm. Yaşadığım ərazidə İngilis sinifə xoşbəxtlik rəqsi ifa edəcəm. Yusuf, sən də özünü təqdim edin. Şabanov Yusif, 24 sayılır, 11-li Rusi məsələ 5-ci sinif nazirliyi. Yine gösteriş verir. Düşdü. Sen belki tələsin. Burada səhv eləməkdə çəkinməyin. Ustad dərsi odur ki, yəni sizin səhvləriniz olsa da müəllim var burada. İmtahan deyil, İmtahanda deyil, böyle Orada dərs dərs Növbəti 2000. Fərdi özü tanıyıb deyək. Şahid, gəl yapma. Təqdim edirsiniz. Özbəkistana gediblər. Yaxınlaşdırdığı sözünə 11-ci 24 nömrəli sinifləşdirdi 8-ci sinif şəhərində. Özbəkistanda gəlişik. Özbəkistanda nəsələ alınma taxları bizdə, orkestr. Orada elə bir nominal var. Deyəm ki,
Şahin də orada 2 nömrə çalırlar. Yəqin ki, bir nömrələri yadından çıxıb, hansı bir şeylərdir. Amma kendini öz dövləsində şalaqlı çalar, cəngi çalar. İndi ritimlərdən çalar. Yusuf, sən də hazırlaş, nəqsədə çalar. İndi şalaqlı yolu çalır. Rəqsin alıb təqdim edir. Buyurun. Şimdi baskalı üstüne çalacağım. Yəni olursa, onun əslində gedişat odur. Təkrar edəsən. Mən Qasımov Məmməd, Əzbər müəllimin yanında 1-2 tərəfəm. Mən bu günləri Əzbər müəllimin öyrətdiyi Azərbaycan xalq ritmi olan yalnız ritmini sizlər üçün ifadə edəcəm.
çalışırsan. Çıxma lazım, hamısını qəşəng yerli. Biraz oturuşlar, fikir verir. Hem de sağlı salonda bənli zili çalış zili şaqqıldası və Yusuf'da da verirsiniz. Çalış ki, bunlar hamısı eşidirsin. Çünki oturanlar sizi baxıb qulaq asır, dincəlməlidir. Nağıra haykülü alət dövri, nağıra elə bir alətdir ki, ondan oturan o xırdalanlar, culağa rəhmətli eşitmişsiniz. O çalanda elə bir ki, yaşayırdılar. Elə bir şeydir. Mən də sizə çalışmışam ki, bu şeyləri sizə təqdim edib böylədən ki, siz də ondan bir şey götürə biləsiniz. Yaxşı mənim olaq, keçəyək ki, böyle şey yaxın deyəm mən. Sən özünüz təqdim edə, biz qolunda problem olduğuna baxmayaraq. Bu da mənim özüm. Mən Rövşən Ələşbərov. Nağılı Nağıra bir ildir, Əcbər müəllimin yanına bir ildir gedir. Rövşən, nağıra nədir? Harada gəlib qeyd olub? Nə tərcih? Mənim nağara Azərbaycanın qədim alətidir. 3000 il əvvəl Ərəbistanda yaradılmışdır və inkişaf edərək Azərbaycana gəlmişdir. Zərb aləti kimi Azərbaycanda o gəlmişdir. Gəlin Rövşəni alışlayaq. Sol olan çalıb, qəşək tərəfələrlə ansambullarda çalınmışlar. Baxmayaraq ki, biraz əvvəldən demişəm, uşaqlar nağılaya gələnlər gedib futbol oynamasınlar, idman edəsinlər, amma ki, çalışsınlar ki, sındırmasınlar onlarmışlar. Keçəklər ki, Rövşən, sağ olun. Cavidən gəl sən də bir yaxına, özünü təqdim elə. Əsrarov Cavidan, 24 nömrəli 11 illik musiqi məktəbini 5-ci sinif məzunuyam və Azərbaycan dillərini ifa edəcəm.
bilirsən, belə də ki, nağıra neçə hissələr ibarət? Nağıra 5 hissədən ibarətdir. Hansılardır? Dəri, sağanak, ip, sağanak, qırmaq, bir də çəmbər. Bunları hamısını bilmək lazım. 5 hissədən ibarətdir. Bu hissələr də ki, dəyişilməz bir şeylər. Ümumiyyətlə, nağıra dərsi o deməkdir ki, nağırda notlar da var. Məsələn, özünüz bilir ki, nağıranın, məsələn, bütövlə neçə və edilir? Bütövlə 4 və edilir. 4 və edilir. Məsələn, yarım not neçə və edilir? 2 və edilir. Bir yarım notda neçə 8-lik not var? 2. Yusuf, deyə bilərsən də sən. Neçə 8-lik not, bir yarım not. Neçə və edilir bir yarım not? Yarım not neçə və edilir? Yarım not 2 və edilir. 2 və edilir. 2 vənin içində neçə 8-lik not? 4. Barmağımı göstərə bilərsən. Deyə bilərsən neçə sayı? 1 və 2 və. Deyə bilərsən mi? Çeyrək notda neçə 16 not var? Çeyrək notda? Yəni, bir çeyrək notda neçə 16 not var? Çeyrək not neçə və edilir? Çeyrək not 1 və edilir. Bir vənin içində neçə 16 not var? Bir də sayı? 4. Neçə sayarsın? 1 və 16 not neçəyə gedir? 2 və 2 və Ay, sağ ol. İkisi bir də, ikisi də bəyə. Ona görə də bizdən bunları biz bilməliyik. Dilmə söylük. Yəni, nağıranı demək olar ki, biz sirrəli bilmiş olmuyoruz. Yəni, biz nağıranın sirrəli var. Ona görə də uşaqlar məktəbə gəldik, istər salfecə, istər musiqi ədəbiyyatı, bunlardan da bizim məlumatımız olmalıdır. Şahid, bir qalx ayağa. Böyle bizim bəstəkarların hansı birini tanırsan? Üzeyir Hacıbəyev, nə vaxt tanımır? Bəkdən bilirdi. 85-ci ildə. Harada da var? Ağzılıqda alınır, əslən Şuşalı. Əslən. Hansı ayda oldu? Sentyabr neçəsi musiqi bayramında vaxtınız? 18. Ay sağ olun. Yəni, bu adi bir şeylər. Yoxsa ayın 23-ü sən musiqidən imtihan edəcəksən. Yəni, bunlar hamısı bilib, orada sizə bu sualları verəcək. Ona görə deyirəm ki, şərt o da yox ki, nağıra müəllim olduğunu heç deyə bilməliyiniz. Yəni, bunların məlumatınız olur. Sizə salfecədir. Məsələn, re majorda neçə işarə var? Do majorda neçə işarə var? Heç bir işarə yox. Məsələn, re majorda 2 işarət var, Haciyyə Dolcez. Bunlar adi bir şeylər. Qammaları bilməlidir. Ondan sonra bu intervallardır. Bunlar hamısı bilinməlidir. Çünki nağıra o deməkdir ki, götürlərlə çaldıq, getdik. Elə deyil. Elə bunun gələcəyi müəllim olmaq üçün elə bu şeyləri gəlib bilmək olmasın. Əyləşmə, əyləş. Müsərrə xanım, bir daha sizə təşəkkür edirik. Valla, sözün açığı, mən çox şad olmam. Siz kimi insanlarla. Yəni, siz bu layihəni ki, həyata keçirmirsiniz. Həqiqətən də çox gözəl bir layihədir. Yəni, mən fəxrlə deyərəm ki, valla, belə bizdə bu cür, məsələn, işləri quranlar çox azazdır. Amma siz seçilmişlərindənsiniz. Sağ olun ki, bizi dəvət elədiniz. Bundan sonra biz də sizin yanınızda, həmişə sizin yanınızda olacaq. Çünki uşaqlar da çox bəyəndilər sizin bu layihəni. Belə deyəm sizə ki, valla, hələm ki, bu qədər mən fikirlərimi sizə deyəmədim. Uşaqlar da gəldilər, iştirak edirlər. Söz sizindir, siz öz fikrinizi. Xədicə xanəndə dostlar, bilmirəm, fikir var idi, nəsə qoşulmanın marağı var idi. Xədicə xanım, siz də neysə, bəlkə mən müşahidə edirsiniz, nə tərbiyyə edirsiniz? Nə edirsiniz?
Tamam, yayınladı müşahit olsun yazsın sonra. Hazırsan. Sen hazır olsun. Oxumaq istəyirsən? Buyurun. Mən də Şirinova Xədicə, 24 nömrəli musiqi məktəbinin 5-ci imtahanətdə təhsil almışam. Müəllimim də Arif İsmayılov. Başqalarına sən də xahiş edəcəm. Biz nəzəranızı verin. Lazım olur, müəllim olmayanda arxa fonda. İlk kameramıza çıxmalı, arxa fonda acardığım qədər müşahid olur. Çox olur belə bir şey. Elə bilin ki, ilk dərsiz, ilk gün dərsizdəyəm və mən necə çalırlar, necə çalırlar. İnşallah mən öyrəndim. Gözleriyle sağ vermə, nəsə Yox, sağlamadım. Ümumiyyətlə, Nağlanın birinci, mən hər tələbə uşağa öz fikrimi deyirəm ki, tutuluş qaydası var. Yəni, nağla düzgün tutulmalıdır. Nağla ümumiyyətlə, nağla çox qoyulduğu ayaqlarım da düz. Yəni, ayaqlarım belə, ya belə olmaz. Düzgün tutuldu nağla. Və birinci də bu nağlanın arxa hissəsi də deməli, değməli deyil də, yəni ki, belə olmalıdır ki, yəni bu nağlanın onu çıxmalıdır. Çünki nağlında da 3 dənə dəli. Və nağlanı vuranda birincisi bənzərləri əlifin ortasına. Bənzərləri. Əlifi açıq olmuşsa, elə bir əlifin ortasında bu bənzərləri. Bunu bəzən nağlı müəllimləri orta, qıraq sayılır. O qıraq yəni ki, buna zilzər verir. Zilzər və əlifin bu hissəsi. Qıraq. Bir dənə zilzər. Amma orada olmaz. Nağlanı deməli vurdu. Elə bir ki, dəmsin. Olmasa nağlanı verir. Verdi o nağlanı verir. Bu toyqala nağlanı. Necə çıxır burada? Deməli, əlimizin ortasında var. Ben de yok. Bir var nağlanı axı tutmuş qaydası. Yox, qulaq asın. Nağlanı necə mən tutmuşum? Bax belə, hava küçük belə. Bir sənli proqramı. Bax, olar ki, mən sizə göstərəm. Nağlanı bax, belə qoysun. Nağlanın sonuç qaydasından çox şey yazsın. Nağlanı ki, düz tutduruz, bax, düz tutduruz. Şimdi bax, nağlanı çalan, tutaq tərəkəbə çalsın. Çıxmayın. Amma bir də var ki, tərəkəbəni bəzən gözünüz ki, tərəkəbə belə çalırlar. Belə olmalı deyil. Nağlanı çalanda göstərmişəm uşaqlarda.
eləməlisiniz ki, siz çaldıqca kənarda oturanda sizin çaldığınızdan həzz alır. Necə ki, arşiv tutduq ayağa mənim. Biz siz çalanda, mən klaviyatla ki çalaraq, gəl buraya, bir dənə şalaxı ifa eləyin, bir şey çalaq, Səbə xanım da eşitsin. Olar? Olar. Mənə bir-iki dənə ritim sadəcə siz çalın. Mən təkrarlayıb, sonra mən duracağım. Sizə adi bir ritim göstərirəm. Vals ritmi var. Çırpma vura bilərsiniz də. Üstlərdən çıxın. Əlimizi belə saxlayın. Bax, biraz da. Əlimizi belə saxlayın. Belə düz düşməlidir. Belə də bəm. Belə bir şey. Bəm. Bax, bir bəm. Deməli, sizdən mağazalar çıxar. Biraz gələcəkdə istəsiniz. Gəl oğlum. Gəl buraya yaxına. Gəl sən də qalma. Bu çok harika oldu. Çok sağ olun. Teşekkür ederim. Allah sizi var etsin. İnşallah həmişə qulluğunuzu hazırlıqda vaxtacaq və sizi yanınızdır. Mən bilirəm ki, hər biriniz öz istedadınıza inanırsınız, güvənirsiniz və bu əslində sizin özünüzdə çox şey asılıdır. İstedadınızı göstərmək üçün özünüzü mütləq yetişdirməlisiniz. Müəlliminiz bayaq qeyd elədiyi kimi tək ifa deyil, həm də biliyinizi, bacarığınızı daha çox inkişaf elətirsəz, bilin ki, o sahə üzrə daha çox irəli gedəcəksiniz. Səhnədə həyəcan olacaq, təbii şeydir. Sadəcə onu çalışın ki, özünüzü çox itirməyəsiniz. Öz gücünüzə inanın ki, bilin ki, siz səhnədə özünüzü maksimum dərəcədə göstərməlisiniz ki, qarşıdakılar sizi görə bilsinlər istedadınızı. Yəni, istedadı üzə çıxartmaq sizdən asılıdır. Biz sadəcə olaraq dəstəkçiyiz, belə deyim. Yəni, sağ olsun bu ictimai birlik, sağ olsun Müsalə xanım ki, belə bir cəmiyyətə sədrlik eləyir, belə bir şərait yaradır ki, siz öz istedadınızı göstərə biləsiniz. Çəkinməyin, qorxmayın, utanmayın. İstedadlı olmaq çox gözəl bir şeydir.
Yəni bu sahədə nə lazımdırsa biz sizə dəstək olmağa hazırıq. Yəni bunu yadda saxlayın və uğurlar sizə həmişə. Mən də öz növbədə sizin valideynlərimizə təşəkkür edirəm əsas. Sonra müəllimlərimizə təşəkkür edirəm. Sizin üzərinizdə əməyi var. Hələ öz sahəsində çıxış edir. Mən musiqiçiliyəm, ona görə mən başqa bir yol sizə yanaşmaq istəyirəm. Sizin kimi gənclərə görəndə mən qürur duyuram. Niyə? Çünki zamanəmiz çox başqa yöndə pis gəlib. Bu tərəfə demək lazımdır ki, bu sosial şəbəkədən istifadə qaydaları var. Biri var, sosial şəbəkədən yaxşı mənada istifadə edəsiniz. Biri var, pis mənada istifadə edəsiniz. İnsanın birinci yaxın dostu onun ailəsidir, onun müəllimləridir. Yəni, sizə verilən tövsiyələrdən səmərəli istifadə edin. İctimai yerdə, cəmiyyət arasında hər zaman özünüzü doğru düzgün tərbiyələndirin ki, gələcəkdə siz uğur qazanırsınız. Müəllimlər demişkən, səhnədə bu həyəcan olur, özünüzü həyəcanla aparırsanız, çölə çıxanda bu həyəcanı mən sizə görmürəm. Çünki orada başqa cür olursunuz. Düzdürmü? Yəni, sizə uğurlar arzulayıram. Gələcəkdə ola bilsin ki, hərəmiz başqa bir peşəyə də gələnə bilərsiniz. Amma bu incəsənət sahəsi ilə bir şeydir ki, bir sağlam bədəndə sağlam olurlar. İnsanı sağlam yetişdirən, o incəsənətdən anlayışı olan insan gələcəklər uğur əldə edir. Müəllimlərimizin tövsiyələrini əməl edir. Küçədə, nə bilim, biri başqa bir yenə yola çəkə bilər sizi ki, gedək filan yerə, uzaq olun elə şeylərdən, yenə deyirəm, o sosial şəbəkə insanı yaxşı mənada tərbiyələndirə də bilər, tərbiyəsini poza da bilər. Mənim fikrim ancaq onun üzərində çox dururam. Pis vərdişlərdən uzaq olun, yaxşı uşaq olun. Yəni, elə olsun ki, sizlə hər kəs fəxr eləsin. Sağ olun, sizə uğurlar arzulayıram yenə də. Çox danışmaq istəmirəm. Yəni, danışmağa sözünüz çoxdur. Mən açığı bu tədbirinizdə iştirak edənlərin bazımızdır mən görürüm. Mən heç danışan deyiləm. Niyə danışan deyiləm? Çünki mən sözə başlayanda bilirəm ki, saatlar anamın qarası deyiləm. Mövzumuz çoxdur. Ona görə həmişə şərait yaradır ki, bu iştirakçılarımız çıxışlarını başa vursunlar. Yəni, uğurlar arzulayıram sizə. Sağ olsun müəllimlərimiz. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Həqiqətən də çox gözəl sözlərdir, çox gözəl fikirlərdir. Vallahi. Məqsədimiz budur, sağlam gənclik yetişsin. İnanın ki, gənclərimizin yetişməyi həqiqətən də onlara vacibdir ki, o qədər pis verirsən, mən sizin sözlərinizdən tam şəhərçəm, tam razıyam. Şagirdlərim də bilir ki, mən hər dəfə, hər bir xırda bir səhv tutanda deyirəm ki, uşaqlar, bunu eləmək olmaz. Birinci, göydə Allah, yerdə də valideyn, bir ki, müəllim. Yaxşı müəllim, yaxşı valideyn, yəni yəqin ki, sizi düzgün görənlər, heç bir valideyn istəməz ki, öz övladı pis yolda olsun. Şükür Allaha, siz də yaxşı yolda olsun. Baxmayaraq ki, Cavidən həm nağıra salıb, həm də güləşə gedir. Maşallah olsun. Yəni, Cavidanın, məsələn, güləşir, ayağın əzir falan edir, demək ki, nağıra da lazımdır, amma görəm ki, olanda biraz güc hiss olunur ki, bu nağıra incəliyi daxil, nağırda falan başqa bir yanaşmalardır. Yusuf da həmçinin. Yusuf, məsələn, yeri gələndə atası musiqiçidir. Yəni, bizim uşağın müəllimidir. Yəni, klarnet ustalığı, yaxşı sənətkardır. İnanı demək istəyirəm ki, evdə çox uşaqlar ancaq belə incəsənətlə məşğul olur. Yəni, düz deyil, bu bayaq dediyim, məsələn, telefondan çox istifadə eləmək olmaz. Lazım şeylərdə istifadə edilir. Amma çox da lazımsız bir şey. Siz də maşallah olsun, o yayın bu cür isti vaxtında gəlib, məsələn, burada iştirak edirsiniz. Sağ olsun bir Sərə xanım, onun yəni ki, təzmirdə iştirak edən müəllimlər həqiqətən də sizə yaxşı yöndə sözlər, fikirlər deyirlər. Bu bizim uşaqlarımız, nağrıc uşaqlarımız Azərbaycan ritmlərini ifa edəcəklər. İstəyərdim ki, siz də qulaq asasınız. Amma ürəklə iştirak edin. Ürəklə çalın ki, sabahları görəndə ki, yaxşı çıxın. Məşq eləmişsiniz, bilirsiniz onlara. Buyurun.
Əla. Getdik.